Bu videoda Amazonun qurucusu Jeff Bezosla bir əməkdaşının saniyəlik qazancları müqayisə olunub. Mənə görə video yanlışdır. Başqa sözlə, video ona baxanları yanlış yönləndirir. Bu yönləndirmə kapitalizmlə bağlı bir həqiqətin unudulması nəticəsində ortaya çıxır. Nədir bu həqiqət? Kapitalizmdə cansızların əməyi, başqa sözlə, istehsal vasitələrinin əməyi canlıların əməyə qədər dəyərlidir və hətta bəzən daha dəyərlidir. Bu video əslində belə olmalı idi. Burada aşağıdakı cansızlardan milyonlarla olduğunu düşünə bilərsiniz. Yəni Jeff Bezosun qazancı əsasən sahib olduğu cansızlardan formalaşır. Canı ilə qazandığı ümumi qazancının milyonda biri olar ya da olmaz. Əməkçi yoldaşdan kapitalistin fərqi odur ki, kapitalist təkcə canı ilə, vaxtı ilə pul qazanmır. Eyni zamanda sahib olduğu zavodlarla, biliklə, məlumatla pul qazanır. Və bu imkanlar müəyyən dərəcədə həmin əməkdaşa da verilib. O da həyatında Jeff Bezosun vaxtı ilə aldığı riski alaraq təkcə canı ilə yox, cansızlardan da pul qazanmağa başlaya bilər. Bəlkə də qazanır, amma videoda bu qazanca yer verilməyib. Həyatda maddi rifah əldə etməmiş şəxslərin kapitalistləri, kapitalizmi günahlandırdığı, onları şeytaniləşdirdiyini çox görürəm. Kapitalizmin, kapitalistlərin tənqid ediləcək o qədər çox tərəfi var. Lakin maliyyə savadı olmayan bir şəxsin kapitalizmi tutarlı tənqid etməsi demək olar mümkünsüzdür və sadəcə emosional səviyyədə qalır.